Cabir İmanov faktoru oldu ortada. Ötən həftədən bugün idi, səhv etmirəmsə. Dünyasını dəyişdi və insanımız xatırlatdı onun zamanında göstərdiyi fəaliyyət sahəsini və bu böyük bir ajotaj yaratdı. Yenə də cəmiyyət ikiyə bölündü, ölən dalınca danışmazlar deyildi və sair ictimai xadim olmasına baxmayaraq. Sonra onun dəfni ilə bağlı olan görüntüləri yaydılar ki, onun dini mənsubiyyətindən bağlı müzakirələr aparıldı. Bir ziyalı olaraq, bir millət vəkili olaraq bu barədə nə düşünürsünüz? Əslində cəmiyyətimiz belə situasiyalarda çox tez parçalanır, düşmənləşirik, qarşılıqlı şəkildə aqressivləşmə, təhqirlər və sair və ilaxlar havada uçurur. Normalda necə olmalıdır Fazil bəy? Mən adətən şəxslər üzərində bu müzakirələr aparmağa çox maraq göstərmirəm, amma cəmiyyəti maraqlandıran, ümumiyyətlə ictimai dəyəri olan insanların müzakirə olunmasında da qəbahət görmürəm. Yəni ki, eləcə də siyasətçi, başqası, mənim də həyatımda hansısa bir kiminsə bəyənmədiyi hansısa bir epizodlar varsa, bunu söyləyə bilər. Bu da normaldır, çünki ictimailəşmisənsə bunu həzm eləməlisən, qəbul eləmə. Amma hardakı böhtan, hardakı şantaj, hardakı məqsəd yönlü qaralama kampaniyası var. Buna da dirənişi göstərməlisən. Biz necə ki göstəririk də, sözümüzdə deyirik və hər hansı bir qüvvənin də qarşısından qaçmırıq. İndi konkret olaraq Cabir məsələsinə, İmanov məsələsində əslində Allah rəhmət eləsin, Allah övladlarına, ailəsinə səbir versin. Hər halda tanınmış ictimai insandır, bir aktyordur. Mən birinci növbədə bir insanın cəmiyyət həyatına verdiyi, nə verib onu müzakirə eləməyin tərəfdarıyam. Adam cəmiyyətə gülüş verib, adam sağlam tənqid verib. Bir çox məsələlərdə ola bilsin, hansısa bir siyasi, ictimai mövqeyi qəbul olunmaya bilər. Amma adam cəmiyyətə negativ bir şeylər öz aktyorluq fəaliyyəti ilə verməyib. Mən müşahidə elədiyim budur. Yəni, şəxsən tanımıram deyə, ona görə televiziyadan ancaq aldığım informasiyanı deyirəm. Yəni, məndə hansısa bir mənfi assosiasiya doğuracaq bir addım atmayıb. Təbii ki, o janrı, o istiqaməti çox da mən bəyənən deyiləm. Yəni, amma orada olan müəyyən sətiraltı, doğru tənqidləri, fikirləri də qiymətləndirməyi hər halda bacarım. Mən bəyənib bəyənməməyim önəmli deyil. Əsas odur ki, cəmiyyətin ümumi aurasına faydalı bir gülüş, faydalı bir mesajlar vermiş bir demək aktyordur. Bunun əvvəlki fəaliyyəti ilə bağlı mənə maraqlıdır. Məsələn, kiminsə hansısa bir şikayət ərizəsi ya müraciəti konkret şəxslə bağlı qulluq mövqeyindən sui-istifadə eləmək, yaxud da hansısa bir qəddarlıq göstərməklə bağlı müraciəti olub-olmadığını bilmirəm. Məhkəmədə olub. Bu məhkəmədə ola bilər. Məhkəmədə kimsə şifahi formada bunu eləyə bilər, amma hər halda bunlar olubsa, bunun üzərindən daha çox müzakirə aparılmalıdır. İndi bu siyasi mövqeyinə görə hakimiyyətin maraqlarını qoruyan bir qurumdadır. O qurumda təbii ki, qanuna uyğun davranmalısan. Bəzən qanuna uyğun davranmayıbsa, bu artıq onu işgəncə veribsə, kiməsə əziyyət veribsə, onu əziyyət verdiyi insanların da haqqıdır ki, bunu dilə gətirsin. Çünki biz öləndə nə soruşuruq? Halallıq verirsiniz. Kimsə deyə bilər ki, halallıq vermirəm. Məsələn, bu kontekstdə baxılmalıdır. Və ikinci tərəfdən də adamın inanc məsələsinə gələndə, bu ümumiyyətlə bir tərbiyəsizliyin bir başqa bir növüdür. Məsələn, adam özü elan eləmir ki, mən hansı inancdayım. Və inanclı məsələsinə də, məsələn, Hindistanda biri siçana inanır, biri inəyə inanır. Mən gelib desəm ki, mənim baxış bucağımdan, bir Azərbaycanın baxış bucağından inəyə inanmaq, ya toyuğa inanmaq bir qərbə səslənir. Deyirsən ki, mən bu niyə inanmalıdır buna ki? Amma gelib orada desən, yıxsan əhalinin, desən ki, inəyə inanmazlar, axı bir tək Allah var, filan. Onda sənə linç eləyərlər. Eyni zamanda bizdə də müxtəlif əqidələr var. Biri ələmə inanır, biri filana inanır, biri baxırsan, biri bir şəxsiyyət tapıb ona inanır, biri bir şeyxinə, təriqət şeyxinə inanır. Onun məsələn corabını iləməklə bu həyatının zövqünü yaşayır. Biri məsələn deyək ki, bir təriqət şeyin ağlamağından bu elə bir mazaxist bir zövq yaşayır. Belə bir xəstə, bir düşüncədə olan insan. Amma bu bir inancıdır. Biz nə vaxt inanca qarışa bilirik? Bu inanc hansısa cəmiyyətin ictimai asayiş qaydasını pozursa, hansısa bir şəkildə cəmiyyətdə zorakılığı, təhdid ünsürünü gerçəkləşdirirsə, terrorizmə sövq edirsə, bunu ümumi şəkildə bütün inancların içində, məsələn, vəhhabilik, sələfilik, nə bilim, şiəlik, hamısının içində terrora meyilli
yaxud da dini qaydaların sərt şəkildə tətbiq olunmasını arzulayan insanlar var. Bu insanlar cəmiyyət üçün təhlükə yaradır. Bu təhlükə yaradanda hüquq mühafizə orqanları bu insanları zərərsizləşdirmək üçün addımlar atır. Amma bu olsun bunun 5%. Bunun 95%-i normal həyatını yaşayır. Normal həyatını yaşayır və ibadətini eləyir. İbadəti ilə də qonşusuna mane olmur, cəmiyyətə mane olmur. Bunu sən ibadətinə görə özü də elan eləməyib, sən buna necə yarlıq asa bilərsən? Bu tərbiyəsizlikdir. Sadəcə belə başqa... Bəlkə təhlükədən qorxan bir kəsimimizdir. Yəni, o kəsimdə nələrsə siz də az öncə etiraf dediniz axı ki, yəni o kəsimdə də müəyyən təhlükəli segmentlər var, müəyyən qruplar var. İnsanımız o ehtimallar üzərindən bəlkə... Baxın, sizə bir öz nümunəmdən deyim. Bir yüzlərlə adam içki də içə bilər, bomş həyatı da keçidə bilər. Amma başqasına ziyan vurmursa, onun həyatı mənim üçün təhlükə olaraq görünmür, özünə ziyan edir. Amma başqası ibadət edir, namazla qılar, sonra bir terrorçu təşkilat yaradar, gəlir mənə güllələyər, o birini güllələyər. Bu demək, bunun demək təhlükəsi, bu cür normal həyat keçidir, içki içmir, siqaret çəkmir, normal gündə başını 100 dəfə yerə vurur, səzdəyə gedir, amma bu adam başqa insanı da rahatça öldürə bilir. Yəni bunu deyək ki, bütün coğrafiyamızda, İslam coğrafiyasına baxanda milyonlarla belə insan tipi var. İndi belə bir vəziyyətdə təhlükəni kim yaradırsa, onun üzərində yüklənmək lazım. Yoxsa adamın cənazə namazını kim qıldı, niyə qıldı, bunu bir cəmiyyətə tirajlamağın özü bu məqsədyönlü xarakter daşıyır. İnformasiya kimi qəbul edə bilmirik. Yox, informasiya deyil. Yox, bu informasiya deyil. Bu bilavasitə adam haqqında rəy yaratmaqdır. Adamın bir xortdan obrazında göstərməkdir. Və indi baxın, Vəhhabinin də terrorçusu var, normal ibadət eləyəni var. Heç nəyə qarışmadan. İndi məsələn, Şiəliyin də terrorçusu var, amma normal, mülayim, öz həyatını yaşayan 100 minlərlə insan var. Baxın, indi bunları biz niyə ayırırıq? Məsələn, həmişə deyəndə elə bilə ki, biz kiməsə qoyur. Mən ümumiyyətlə, İslamda məzhəb və təriqət anlayışına qarşıyam. İslamda bir ad var, müsəlman adı. Peyğəmbər yolunu gedən adam müsəlman adından başqa bir ifadə işlətməməlidir və o cürdə yaşamalıdır. Amma sən götürüb özünü bir kiminsə arxasında onun təqlidçisi kimi göstərirsənsə, müsəlmanlıqdan nəsib almamısan, anlamamısan ki, müsəlmanlıq nədir, Quran nədir, İslam nədir? İndi burada maraqlı nədir? Azərbaycanda 100 minlərlə insan var ki, öz dövlətinə bağlı, şiə, Əhl-i Beyt aşiqi özünə deyir. 100 minlərlə insan var ki, özünü rahat ibadətini edir, dövlətinə sadiq, qanunlarına sadiq, savaş olanda vətən üçün ölməyə hazır bu insan var. Və Azərbaycanda bir 10 minlərlə insan var ki, gedir ziyarətə, orada verbovka olunur, İran xüsusi xidmət orqanları tərəfindən göndərilir Azərbaycanda bütün sosial şəbəkə üzərindən fəaliyyətini qurur və o dövlətin qanunlarının Azərbaycana gətirilməsinə, o dövlətin maraqlarının Azərbaycanda təmin olunması üçün hər cür terrora, hər cür zorakılığa əl atmağa hazırdır. Yəni, bir baxın da bizim də analarımız, yaxınlarımız hamısı ibadət edən insanlardır. Kimsə deyib, normal ibadət edən adam İranın dini rəhbərinin şəklini asıb ehsan payı, demək, oradan tapşırıq veriblər də, sən Azərbaycana bağlı deyilsən ki, sən elə öz prezidentimin şəklini asıb ehsan payla da. Demək, sən başqa ölkənin agenturası şeklində şuurlu, şuursuz yerləşmiş adamsan. Sən mənim dövlətimin süqutu üçün çalışırsan. Mən sənə qoymaram. Mən Azərbaycan dövlətini qorumaq üçün mükəlləf olan insanlardan biriyəm. Mən sən, siz, hərə özlük, aman zaman bir dövlətimiz var. Biz bu dövləti sənin hardasa bir dini demək, sektanın əlində alətə çevrilməyinin qurbanına çevrilənmərik. Babalarımız qarşısında məsuliyyətimiz var. Ona görə də biz bu ayrımı doğru aparmalıyıq ki, elə separatçılıqla da bağlı. Azərbaycanda nə qədər xalqlar var? Oğulları getdi, Qarabağda şəhid oldu. 2-3 dənə bir dılqır separatçı çıxır və Azərbaycandan belə bir xalqın adından danışır. Onu bir xalqa niyə biz bərabərləşdirməliyik? O xalqın 100 minlərlə övladı Azərbaycan üçün canını verməyə hazırdır. Mən niyə o xalqı töhmət altında saxlamalıyam? O mənim baş tacımdır. Aragunov mənim baş tacımdır. Denis mənim baş tacımdır. Nə olsun xristiyandır, yəhudidir. Yəni biz hansı ki Azərbaycan üçün fədakarlıq eləyir. Azərbaycan üçün canını verməyə hazırdır. Azərbaycan dövləti möhkəmləməyə çalışır. Bunun inancının mənə nə dəxli? İstəyirsən Siçana inan, istəyirsən inaya inan. Amma Azərbaycan konstitusiyasına inan.
Azərbaycan dövlətinə inan, onun qanunlarına inan, onun Azərbaycan dövlətinin rifahı üçün çalışır. Sosial vəziyyətin xoş olmaya bilər. Bu cari siyasətdir. Sabah dəyişər bu siyasət. Varlı olarsan sən də. Yüzlərlə yoxsul adam var ki, sonradan varlı oldu. Onun statusu dəyişdi. Yüzlərlə varlı adam var ki, yekəxanalıqdan, bəzən də ağıllı davranmadan götdü, dərənin dibinə düşdü. Cəmiyyətin alt qatına düşdü. Bu sosial statuslar cari siyasətlə dəyişə bilər. Amma vətən dəyişməz, dövlət dəyişməz, insanın o dövlətə bağlılığı dəyişməz, o xalqa bağlılığı dəyişməz. Ona görə də bu kimi məsələlərdə kimsə körüklüyür, mən təqribən hiss edirəm, körüklüyür ki, filankəsin namazını filankəs qıldırdı. Belə axmaqlıq olar. Cəmiyyətdə sən vəfat etmiş insanın ailəsi var, uşağı var. Bu nə hayasızlıqdır, bu nə tərbiyəsizlikdir. İnsan sən özü elan eləyibsə ki, özü elan eləməyibsə, sən inancı müəyyən eləyənsən, Allahsan sən. Sən mənim inancımı müəyyən eləyə bilərsən ki, mən nəyə inanıram, necə inanıram. Ya mən şəkilcə namaz qılmaq elə o demək deyil, müsəlmansan. Yəni o baxımdan da insanlara bilirsiniz, verdiyi əməlin hansısa bir cəmiyyət həyatında inkasına baxıb qiymət vermək lazımdır. Bu gün əgər mən tutaq ki, fikirlərimi açıqca söyləyirəmsə, kitabımda yazıramsa, mən bunu demək borc bilirəm ki, cəmiyyət tanısın ki, mən hansı düşüncədəyəm və cəmiyyətin həyatı üçün məqbul, doğru yolu nədə görürəm. Mən bir siyasətçi kimi bunu bir öz məsuliyyətim hiss edirəm. Adam var ki, deyir ki, mənim nəyimə lazımdır, mən başımı girliyim, yaşayayım da. Amma baş girləməklə olmur axı. Yəni, bir sabahları bunun qalıcı bir şeylər eləməlisən ki, sonra bir 10 ildən sonra, 15 ilə, böyün səhər söyənlər 15 ildən sonra deyəcək, bu adam axı filan sözü düz deyirdi, bunu dinləyərdik də gərək. Həmişə belə olub da. Axundovu kim? Hamı söyürdü də. Bütün Azərbaycanlılar, müsəlmanlar, qardaşlarımız, babalarımız hamı söyürdü də. Amma böyün Bakıda heykəli olan gələcəyimizin modeli kimin üzərindədir? Axundovun üzərindədir də, Molla İbrahim Xəlil Kimyəcərin üzərində deyil, Molla Sadığın üzərində deyil ki. Yəni, ona görə də o gələcəyimizin üzərində ola biləcək, onun yolu göstərə biləcək xəttə tutmaq lazımdır ki, bugünün qiymətləndirməsi keçici qiymətləndirmədir. Amma o sabahın qiymətləndirməsində bilinəcək ki, bu insanlar nə istəyirdi və hansı faydalı işləri gördü.